Belə uşaqlar, bütün bir ilimiz belə keçdi. Görürsən gələn il necə olacaq? Çox maraqlıdır. Mən yenə buradayam. Mən yenə video seçməyə davam edəcəm. Mən bu işin başını bırakan deyil. Ev dəyişər, hər yer dəyişər, üz dəyişər, sifət dəyişər, görünət dəyişər. Ancaq mən yenə də buradayam. Mən bu işi davam bırakmayacağam. Hər zaman dediyim kimi, gələcək videoda görüşmək üzrə. Sağ olun. Take bars, little man. 2025-ci il sözün əsl mənasında bu 21 illik həyatımda keçirdiyim ən mükəmməl və ən gözəl il ola bilər. Bunun səbəbini isə kanalı biraz yuxarı qaldırsanız və oradakı rəqəmlərə biraz diqqət etsəniz bunu görəcəksiniz. Bu gün keçən il elədiyimiz kimi yenə bu 2025-ci ildə başımıza nələr gəlib, kanalımız necə buralara gəlib və yaxud da ki başıma ümumiyyətlə nə gəlib, nələr yaşamışam, bunları ay-bay danışacağam. Görələ başıma nələr gəlib. İlk başlayırıq yanvar ayında. Yanvar ayında hər şey çox normal bir şəkildə, sadə bir şəkildə, səssiz bir şəkildə gedirdi. Ondan sonra bir dənə short videosu 16 min izlənməyə başladı. Ondan sonra dedim ki bu mükəmməldir. Belə bir izlənmə ola bilməz. Həyatım boyu gördüyüm ən yüksək shorts izlənməsi idi. Həqiqətən deyirəm. Hər şeyin başladığı həmin o video. Qurban olun millətimə 1-ci bölüm yayınlandı. Əslində qurban olun millətimə 1-ci bölüm yayınlananda o qədər də dəhşət çox belə tələbat görməmişdim. Amma ki normalda mənim o vaxtları normal izlənməm 100-200 idisə həmin qurban olun millətimə 1000-2000 izləndi və mən dəli oldum. O zibil belə izlənmə ola bilməz. Belə bir şey mümkün ola bilməz. Yəni YouTube'da bir səhvlik mi var mənim videom bu qədər izlənmişdi yoxsa nə baş verirdi də yəni? Və bunu dəqiqləşdirmək üçün bir dənə qurban olun millətimə videosu çəkdim. Və əslində söhbət bilirsiniz necə idi? Əslində baxanda qurban olun millətimə seriyasının 1-ci bölümünün adı isə elə belə deyildi. Adı isə mən bu millətdən deyiləm idi. Ondan sonra yorumlarda bir-iki dənə gördüm ki, mənfi rəylər var. Hətta rəy belə almağa başlamışım. Başa düşürsən, normalda rəy almırdım da yorumlarıma. Ey dostum, necəsən? Ümid edirəm yaxşısan. Bu gün bir səhv eləyəcəyik və Azərbaycan trendlərinə baxacağıq. Azərbaycan. Ondan sonra gördüm ki, insanlar bu ada biraz pis baxırlar. Başa düşürsən. Ondan sonra adını dəyişdirdim, qoydum ki, qurban olun millətimə. Ondan sonra qurban olun millətimə qoyandan sonra videolar daha çox izlənməyə başladı. 7000, 8000, 10000 belə bildiyin kanal yəni partlamaq səviyyəsinə gəlmişdi. Başa düşürsən yəni. Uşaqlar bu gün yenə Azərbaycandan epik videolarına baxacağıq. Qurban olun millətimə. Görüm bu səfər necə videolar çəkiblər. Və o vaxtlar mən sadəcə həftədə 2 dənə video atırdım. Bir dənə oyun videosu atırdım. Bir dənə qurban olun millətimə videosu atırdım. Onda elə idi ki, hər həftə bir dənə normal videoydu da. Yəni oyun videosu saymasaq, oyun videosu izlənmirdi. Sadəcə oyun videolarını o cür buraxmırdım. Çünki oyun videosu çəkmək həqiqətən mən ləzzət edirdi. Çox xoşuma gəlirdi oyun videoları çəkmək. Ona görə də oyun videoları çəkməyə davam edirdim. Hətta Ramal da deyir ki, yəni bu işi əgər hobbi kimi sevmək üçün eləyirsənsə əgər, niyə oyun videolarını buraxarsan? O görə də hələ buraxmamışdım. Oyun videoları onda gedirdi. Və beləliklə 1000 abunəmizi yanvar ayında tamamladıq. Tam yanvar ayının 14-ü biz 1000 abunə olduq və üstünə 14 gün keçəndən sonra 2000 abunə olduq. Onda dəli olmuşdum. Oy zibil. Mən 1000 abunəni sadəcə 14 gün ərzində yığmışam. Çox mükəmməl bir nəticədir kimi fikirləşdim o vaxtlar. Həqiqətən də yəni balaca bir kanal üçün həqiqətən də mükəmməl bir nəticə idi əslində baxanda. Amma o Fərəcin xəbəri yox idi ki, gələcəkdə nələr olacaq. Və gedirik fevral ayına. Və hər şey YouTube'dan danışmaq olmaz təbii ki də. Həmin ay axırıncı dəfə universitet həyatımızın axırıncı dəfə son imtahanını verirdik. Hətta 23-ü deyəsən bitmişdi imtahanımız. 23-ü bitəndən sonra full yəni magistr imtahana hazırlaşmağa başlamışdım da. Onda da Tuncay müəllimdən falan bayağı bir-iki dənə video çəkmişdim. Çünki mənim 2024 rezat videomda heç Tuncay müəllimin sifəti belə düşməyib də, başa düşürsən. Oca yanvar ayında falan ondan belə yaxın olmağa falan başladıq. O Instagramda takipləşməyə falan başlamışdıq. Axırıncı mənim xeyir dualarınızla. Sizdə neçə bal gələcək? Sən 78-81 ikisində 8 var orada sifətdə düşünürəm. İnformatikadan sizdən neçə var? İnformatikadan 21. 21. En az. O qədər olsa yəni Allah'a şükür eləyəndə. Mən yadınızdadır ilk hadisə 1, 2, 3 ayında yadınızdadır mən necə söyürdü. Sən də yaşamı belə. Universitetin son imtahanını verəndən sonra artıq magistra hazırlaşmağa başlamışdım və artıq fevralın 16-sına qədər full magistra hazırlaşacaqdım deyirdim və YouTube'a çox da belə üstə düşməmişdim. Başa düşürsən, hər də həftədə 2 video atırdım. Çünki magistr sıxırdı da, başa düşürsən, magistra girə biləcəm, nə qədər bal yığacam, nə qədər bal yığa bilməyəcəm deyə adam narahat olurdu. Ona görə də birazcıq adam ehtiyat eləyirdi o söhbət haqqında. Nəysə, fevral ayı gəldi. Fevral ayının 16-sına qədər yaxşı bir şəkildə hazırlaşdıq və gedib esse ilə bir yerdə 72.5 bal vurdum, səhv eləmirəmsə. 70.5 idi. 72.5 bal vurdum və bu mənim üçün kifayət qədər yaxşı bir nəticədir və ikinci şansa heç girməyə belə ehtiyacım olmadı və indi Astunu istəyirdim təbii ki. Astuya qəbul oldum və nə vaxt qəbul oldum, necə qəbul oldum, oralarda gələcəm indi. Artıq fevral ayının 16-sından sonra dedim ki, qardaşım, başlayıram, narahat olma. Fevral ayının 16-sından sonra artıq həftədə 3 və 4 video atmağa, tam xatırlamıram, 3 və ya 4 video atmağa başladım. Çünki artıq kanalın özünə gətirmək, dilçətmək lazım idi. Başa düşürsən, shorts videoları 4 dənə, 5 deyəsən 5 dənə o vaxt atırdım.
atırdım. Gündə 5 dənə shorts videosu atırdım. Həftədə 3 dənə, 4 dənə normal video atırdım. Gördüm ki, qıcıqlanma var kanalda. Deyirəm nəsə olur deyirdim və artıq mart ayına gələndə hələ də 10.000 abunəm yox idi bu arada. Fevral yəni 10.000 abunə olmamış bir şəkildə qurtardıq. Deyəcə 6.000 abunəm var idi. Hə, fevral qutaranda mənim 6.000 abunəm var idi. Sonra gəldik mart ayına. Mart ayında isə demək olar ki, kanalın daha da partlama bir dövrü idi. Yəni bildiyin yüksələrəkdən gedirdi də bu vəziyyət. Başa düşürsən. Mən sizə indi qrafiki qoyacağam ekrana. Gördüyünüz kimi mükəmməl bir yüksəliş var idi orada. Yəni dəhşət bir yüksəliş var idi də. Və biz mart ayının 13-də 10.000 abunəni vurduq. 10.000 abunəni vuranda yəni o qədər sevinmişdim ki, yəni başa sala bilmərəm də yəni. 2 dəqiqə elə videonun 2 dəqiqədir. Mən də 2 dəqiqə sevmişdim. Olmalıydı yani. Aynen ama. Geçişleri. Bak ya tezeli. Abi 10 milyon saçı Burada 10 milyon gösterdi. Göstermiyor ya. Nesi gösterdi? 999 gösterdi burada. Burada 900 var. Aldı. Hayır, bir saniye telefona bakıyorum. Az önce hamısı birden kalktı yukarı. Terbi çeyrəm. Sındırı verir ha. Uğurumun da var. Çıxdı nəsə. Baxırdım hə, qoymuşam da ora, kanalı qoymuşam mən sizə. Baxıram 10.000 abunəm var. O yüzden belki gözüm zadımda orada ki, yəni abi 10.000 abunəm mən necə ola bilər ya? Bu necə mümkün ola bilər? Çünki mənim yəni bura qədər, yəni 6 illik, 6 da yox, 7 illik YouTube həyatımda mən 10.000 abunəni indiyə qədər görməmişəm. Maksimum mən 2.000 abunə, heç 3.000 abunə belə görməmişəm də. Yəni başa düşürsünüz ki, mənim üçün inanılmaz bir rəqəmmiş kimi gəlirdi. Hələ də inanılmaz bir rəqəmdir. Yəni mən demirəm ki, az bir rəqəmdir o. Belə də bir söhbət var idi ki, yəni o vaxtlarda artıq yəni romanlar rəşdi çox da bir yerdə tuta bilmirdim deyə onlarla video çox az gəlirdi. Amma ki fevral ayında ya da ki yanvar ayında deyəsən onlarla bir dənə, 2 dənə əlavə video atmışdım. Yəni onlarla olan videoları ayrı bir sevirəm, başa düşürsən? Yəni çünki o videonu editləmə ümumiyyətlə mən ləzzət edirəm. Vaxtınızı keçirib başa düşürəm. 4 saatda, 5 saatda olsa o videoları editləməyə həqiqətən mən ləzzət edirəm. Baxmaq da, bəlkə də bu krukla çəkilən videolara bax ha. Hərəsində bəlkə 6-7 dəfə baxmışam da, sən öldürəm. Bazarafat eləmirəm, həqiqətən çox maraqlı. Mənim üçün həqiqətən də çox maraqlı o tipdə videolar. Və martı qurtarmamışdan əvvəl martın düz 31-də o mükəmməl seriyaya başladıq. Etiraflarınızı oxuyuram seriyasına başladıq. Etiraflarınızı oxuyuram seriyası normalda mən təbii ki də görürəm ki, Rastandan görmüşəm. Yəni gəlib ağlınız başqa yerə getməsin. Sən başqasından görmüsən falan. Bu xətt nədir burada belə gedir belə. Və etiraflar seriyası gözlədiyimdən daha çox sevildi. Qardaş, yəni bir videoda normal reaksiya videolarına yəni deyə bilərsiniz ki, məsələn, insanlar oradakı videoya baxmaq üçün gəlirlər də. Amma ki etiraflar videosu elədir ki, qardaş, etiraflar videosunda sadəcə oradakı yazı var və mən varam və insanlar sırf mənə görə gəlir də. Başa düşürsən? Mənim o etirafları oxumağıma görə gəlir. Həqiqətən bu o qədər qəşəng, gözəl hiss etdirir ki, adama yəni başa sala bilmirəm də sözün əsl mənasında. Keçirik aprel ayına. Aprel ayı da cizgilərimizin yuxarıya doğru getdiyi bir ay idi. O həmin yoğurt videosu da həmin aya aid. O yoğurt videosu həqiqətən çox maraqlı və qəşəng video idi. Sən öldürəm. Yəni çünki indi məsələn qarışdıracaq bir dənə maraqlı bir dənə tema olsa, yəni onu yorumlar qisminə yazın. Hətta nəsə qarışdırıb həqiqətən o videonu bir dənə çəkmək olar romandan bir yerdə. Aprel ayında da artıq Kod Akademiyadakı həmin o diplomlarımızı aldıq. Çünki o diplomlar var, biz xəbərimiz yox idi ki, biz nə dərəcədə diplom almışıq. Yəni gümüş də ala bilərdik, sonra bronz da ala bilərdik, qızıl da ala bilərdik. Qızıl ala bilməzdik. Gümüş alacaqdıq, ya da ki bronz alacaqdıq. Axır ki honor dediyimiz o gümüş plaketi həqiqətən də aldıq. Plaket deyirəm və ağzıma dolaşıb diplomu aldıq. Yəni maraqlı idi. Həmin gün maraqlı idi. Həqiqətən deyirəm. Sunan müəllim də oradaydı. Raysa ilə getmişdim məsafə eləmirəmsə. Artıq aprel ayının 13-də artıq 30.000 abunəm olmuşdu. Yəni mükəmməl. 30.000 abunəm, mükəmməl. Mən deyirdim ki, yəni o vaxt necə var, abunə gəlmə sürəti bizə nətər idi? Zor idi. Başa düşürsüz, günə 1200 abunə gəldiyi belə olmuşdu. 700, 800, 900, 1000, 1200 kimi abunələr gəlirdi. Çünki bilirsiniz nətər idi? Bir dənə video var idi, hansısa bilmirəm. Mən tam 3 ay ərzində 1000 abunə alaraqdan, 3 ay ərzində 90.000 abunə qalxmışam. İndi yavaş-yavaş oralara tərəf gəlirik. Aprel ayında mükəmməl bir şəkildə, yəni mükəmməl izlənmələrlə falan, o artıq kanalın belə tavan elədiyi dövr idi və artıq daha çox davam eləyəcəkdi. Çünki gəlirik may ayına. May ayına qədər mükəmməl bir ay. Mən ikinci bir ay yaşamamışam. Başa düşürsən? May ayı həqiqətən abi günlük 1.700.000 shorts izlənməsi nə deməkdir? Bunu mən biri başa sala bilər. Yəni 1.700.000 ala. Kanalın 1 milyon izlənəndə, ümumi izlənməsi 1 milyon oldu. Mən nətər sevmişdim ki, mənim kanalım 1 milyon izlənməsi idi. Amma bu adam mayın 17-sində günlük 1.700.000 izlənirdi. Ola zor de, sən öldürən də yəni. Düz may ayında 100 də gəlmişdi. May ayında deyəsən 4-ü 5-i gəlmişdi. Ondan da maraqlı bayağı köhnə videolarımıza baxdıq deyə videolar falan çəkmişdik. Orada bayağı maraqlı idi həqiqətən. May ayın səhv eləmirəmsə 12-si ya da 13-ü falan idi yenə. 50.000 abunə olmuşduq. Artıq 100.000 abunəyə doğru yolu yarılamışdıq da, başa düşürsən yəni. Hələ də sürətimizi kəsməmişdik. 50.000 abunədən sonra da hələ də qəşəng bir şəkildə, sürətli bir şəkildə davam edirdik. Nəysə, keçirik iyun ayına. İyun ayında nələr baş verirdi? İyun ayında artıq 80.000, 90.000 və 100.000 abunəmiz iyun ayında olmuşdu. Nətər olmuşdu? La həqiqətən də nətər olurdu? Həqiqətən zor deyil ama heç 30.000 abunə bir ay ərzində full günlük ortalama 1000 abunə alaraqdan, günlük ortalama 1000 abunə olaraqdan biz həmin ay
100 min abunəyə çatdıq. 100 min abunə həqiqətən də mənim üçün yəni çox belə kilometr daşı kimi bir şeydir. Dedim ki, qardaş, mən 100 minlik bir dənə kanalım olsun. Başqa heç nə lazım deyil də, başa düşürsən? Yəni bu ölsəm də gözüm açıq getməyəcək. Bilim ki, yəni mən 100 min abunəlik bir dənə kanal yığmışam, ondan sonra getmişəm, ölmüşəm, başa düşürsən? Və bunda bazardım. Artıq nur içində ölə bilərəm. Və iyun ayında axır ki məzun olduq, universiteti qurtardıq. Universiteti 4 ildir oxuduğun o universiteti qurtarırsan da fikirləş. Yəni həmin günü məzun çəkilişinə gedəndə, yəni bir dənə vlog atmışdım. Nə təəccübləndim ki, həqiqətən də mən ilk dəfə ki bir vlog atıram və həmin vlog 65 min izlənir və 4300-də like almışdı. Həqiqətən çox zordur. Çünki normalda mən vloqlarıma kimsə baxmır. Yəni diplom aldığımız vloqa da çox adam baxmamışdı. 20-25 min izlənmişdi ya da nə qədər izlənmişdi tam. Amma bu vlog həqiqətən çox qəşəng izləndi. Həmin gün yəni qəşəng shortslar da çıxartmışdıq. Həqiqətən də çox maraqlı idi də. Yəni Raysa ilə falan qəşəng shortslar çıxartmışdıq oradan. Gün həqiqətən mükəmməl keçmişdi mənim üçün. Və 4 illik bir serüvenin sonuna gələrəkdən də həmin günü artıq məzun olduq və şəkillərimizi çəkdirdik və çıxdıq, getdik. Amma çox uzun sürməyəcəkdi. Sadəcə sentyabra qədər. Hətta iyun ayında mükəmməl hadisələrdən biri də o ki, mən etiraflar seriyasından 2 ay, 3 ay deyəsən ara vermişdim, hə. Ondan sonra qayıtdım, dedim ki, belə bir dənə atım da, bəlkə də biraz izləndi, iyuncuları falan filan. Və 90 min abunəyə özəl, həmin ayda 90 min abunəyə özəl etiraflarınızı oxuyuram, 4-ə atdım. Sadəcə bir həftə içində 86 min izlənməyə çatdı. 86 min izlənmə avlulara və sıxacaq bir rəqəm deyil də, başa düşürsən? Yəni çox mükəmməl bir rəqəmdir. Yəni mən qardaş, mən kiməm və sən kimsən? Allah, sən kimsən ki, sən videon bir həftəyə 86 min izlənsin, başa düşürsən? Yəni çox qəşəng idi və indi onun izlənməsinə baxıram, 185 min izlənməsi var. Çox qəşəngdir. Başa 11 min like, 185 min izlənməsi var. Ay, çox zordur. Allah, belə şey olar. Və iyun ayında belə gerdə buraxdıqdan sonra artıq gəlirik iyul ayına. İyul ayı da normal bir şəkildə mənim videolarımı davam elətdirdiyim bir ay idi. Özdə tema bilirsiniz nədir? Mən o vaxtlar hər gün video atırdım. Fikir qardaş, hər gün video atmaq nə deməkdir? Nə qədər əziyyətli. Çünki bilsən nətər idi? Həyat rutinim bilsən nə vaxt idi? O vaxt yay idi, başa düşürsən? Mən normalda yayda gedirdim, ofisant işləyirdim, başa düşürsən? Prosto bu səfər artıq onu eləmədim. Dedim ki, artıq YouTube-um var qardaş. Artıq mən gedib başqasının qabağında kölə olmayacağam da, başa düşürsən? Artıq öz işimdir bu. Yəni həqiqətən də fikir edirəm ki, yəni YouTube kanalımı tutub da yəni o 3 ayım boşa getməyib də. Çünki bilirsiniz necədir? Ofisant işləmə elə bir şeydir ki, 3 ay boyunca mən işlədim, okey, pul qazandım. Amma əlində puldan başqa heç nə olmur. Amma ki YouTube elə bir şeydir ki, mən işlədim, pulumu qazandım, okey. Amma ki əlimdə indi bu boyda kanal var. Kanal da inkişaf edir. Başda özündə inkişaf edirsən, məsələn, edit bacarığın da inkişaf edir. Kamera qarşısında necə davranmalı olduğun da inkişaf eləyir. Yəni abunən artır, izlənmə artır, səni sevən insanlar artır, izləyicilərin artır, nə bilim, səni tanıyan insanlar artır, populyarlığın artır, nə bilim, reklamların artır. Yəni bildiyin, yəni bu yaxşı bir şeydir. Yəni bildiyin inkişafdır. Amma sən işləsən işlədin, pul qazandın, pulda xərclərin çıxdı getdi. Yəni əlverişlə keçmir ya da sən heç nə qatmır da, başa düşürsən yəni. Artıq gəlirik avqust ayına. Avqust ayında qardaş 21 yaşım oldu. Qocaldıram. Avqust ayında da bir dənə video çəkmiş, səhv eləmirəmsə, uşaqlıq şəkillərimə baxıram deyə. O videoda pis izlənmədi, səhv eləmirəmsə. Yəni 68 min izlənmə. Yəni kifayət qədər yaxşı bir izlənmə idi mənim uşaqlıq şəkillərimə baxıram falan. Çünki bilirsən nətərdir abi? Məsələn, o video məsələn sırf mənim üzərimədir də, başa düşürsən? Yəni sırf mən varam o videoda və 68 min insana maraqlı gəlir mənim uşaqlığım. Yəni bu insan çox sevindirir də, çox sevindirici bir haldır. Və həmin ay belə ki, hər gözəl şeyin də bir pis şey olmalıdır, başa düşürsən? Hər şərdə də bir xeyir var kimi. Yox, elə deyildir. Nəsə başım buraxın. Yəni o ay gedib məni qadın manı elan eləmişdilər. Belə bilirsiniz yəqin ki, podcast videomuz var idi. Mən podcast videomuzda deyirdim ki, mənim qadınım açıq geyinməməli kimi fikirlər bildirirdim. Gedib onu TikTokda editib paylaşmışdılar ki, güya ki mən deyirəm ki, qadınlar açıq geyinməməlidir. Əgər qadın açıq geyinirsə pozundu falan kimi məni editləyib eləncə tanıtmışlar insanlara. Başladı yavaş-yavaş o tipdə olan insanlar məndən nifrət eləməyə başladılar. Yəni mən səhv tanıtdılar da insanlar, başa düşürsən. Prosta bu çox da önəmli bir ünsur deyildi, bilirsən necə? Çünki əgər bir TikTok videosundan əgər birindən nifrət edirsənsə, əgər sən zaten nifrət elə zaten, sən uzaq dur bizdən. Çünki sənin beynin yoxdur da, sadəcə bir dənə videonu araşdırmamış, işin əslini bilməmiş, ya da videonun tamamına baxmamış birinə fikir bildirsənsə sən əgər, yəni sən çox keyfiyyətli bir insan deyilsən. Yəni sən məndən nifrət edib videolarıma baxmasan daha yaxşı. Çox da önəmli deyildi qardaş. Mən əsas ki öz izləyicilərimə özümü başa saldım. Zaten mənim izləyicilərim o söhbətin nə olduğunu bilirlər. Çünki həmin videoya baxmışlar. Belə, yenə özümü açıqlamaq gərəyi duydum və açıqladım da. Başa düşər, düşməyəndə düşməz. Çox da önəmli deyil. Və eyni ayda Azərbaycanda və Türkiyədə olmayan mükəmməl bir dənə, çox unik bir dənə video çəkdim. Mənə seçdiyiniz portretlər. Həqiqətən də araşdırdım. Bu video nə Türkiyədə, nə Azərbaycanda bir dənə adam çəkmişdi yəni. Və həmin video 120 min izləndi. Yəni unik bir video olduğu buradan bilinir də, başa düşürsən. Yəni tepki videosu da etiraflarınızı oxuyuram falan. Hamısı Görkem Kararslanın kontenti ola bilər də, başa düşürsən. Məsələn, bloqerlərin videolarına tək-tək baxmaq var. Azərbaycanda bunu eləyən yoxdur məsələn. Yəni kim məsələn hansısa bir bloqer qoyub qabağına full ancaq onun videolarına baxın. Bunu eləyən yoxdur. Ümumiyyətlə var ha. Yəni mən Zevslə qarşılaşdırırlar. Zevslə mən tamam deyil də. Məsələn o da reaksiya çəkir, mən də reaksiya çəkirəm. Prosta mən başqa cür reaksiya çəkirəm, o başqa cür reaksiya çəkir. O sadəcə Azərbaycanlıların videolarına baxır. Yəni Azərbaycandakı türklərin videolarına baxır da, belə pis sıxmasın. Amma mən yaxşı videolarda baxıram, başa düşürsən? Məndə fərqli kontentlər də var. Mənim TikTok keşfəti seriyam var, sonra Qurban olun millətimə var. Qurban olun millətimə də biraz məsələn Zevsin baxdığı məsələn düşüş videolar olur, amma full də elə videolar olmur da. Başa düşürsən? Onun üçün yaxşı videolar da alır. Bloqerlərin ayrı-ayrı videolarına baxmaq, Hilalın, Məmdə Vəsanovun, Cüneyt Rəhmin videolarına ayrı-ayrı baxmaq məsələn. Bu məsələn unik bir şeydir, unik bir fikirdir.
başa düşürsən, hansısa bloger qabağa qoyub onun videolarına baxmır. Məsələn, türklər eləyir məsələn, Aykut Elmasın videolarına baxdım ya da kiminsə videolarına baxdım deyə video çəkirlər. Prosta Azərbaycanda bu yox idi yəni. Və avqust ayında həmin o əfsanəvi video məni güldür 10 manat qazan videosu. 10 manat indi baxıram, yəni adama biraz pasiyakmış kimi gəlir. Başa düşürsən 10 manat nədir Allah? 10 manatla video çəkirsən, 200 başıma kimi gəlir adama. Yəni o vaxtçı büdcə elə idi, başa düşürsən yəni. İndi başa çəksəm, bəlkə 50 manatla falan çəkə bilərəm. Hətta 5-ci gün qardaş, bir dənə kanala abunə olun. Siz bir dənə kanala abunə olun. 5-ci gün qəşəng bir dənə video gələcək. Qəşəng bir dənə video gələcək qaba. Həmin videoda mən görmədiyim insanlar görmüşdüm. Məsələn, Fidanı ilk dəfədə deyəsən səhv eləmirəmsə orada görmüşdüm. Ondan sonra belə əlaqəmiz falan yarandı da Fidanla məsələn oxuşu da birinci dəfədə oxuşu gördüm. Başa düşürsən. İlk dəfədə belə çöldə başqaları ilə belə diskussiya apardığım belə video idi. Çox maraqlı idi həqiqətən. Çox qəşəng bir maraqlı idi da yəni o video. Mən ləzzət eləmişdi kanki. Kameramanımız da Royal idi. Sağ olsun arada bir divar zadı çəkirdi. Prosta orada editdən falan düzəltməyə çalışırdı. Amma yenə də sağ olsun yəni işimizi gördü də ən azından. Avqust ayında belə yola verəndən sonra artıq sentyabr ayı gəlmişdi. Sentyabr ayında magistr gedəcəkdi və hansı universitet? Təbii ki də öz universitetimiz. Bəli, təzədən Avstriya vermişdi. Deyirdi ki, qardaş, özümüzki olsa yaxşıdır elə. Verdik Avstriya və Avstriyada oxumağa başladıq. Həmin gün də bir dənə vlog çəkmişdim. Yəni o vloqda pis deyildi. Həmin gün nəsib gəlməmişdi. Nəsiblə çəkə bilməmişdim o vloqu. Deyirəm məcbur Elnurla çəkmişdim. Pis deyildi, maraqlı bir video idi. Əgər izləməyibsinizsə, hamısı kanalda var. Bu videoda zaten kəsitlər qoyacağam da. Bütün videoların hamısını kanalda tapa bilərsiniz. Qurban olum millətimə 1 və 10 arasında. Onlar kanalda yoxdular. Səbəbin bəlkə nə vaxtsa deyərəm, indi deməyəcəm. Və sentyabr ayının dün bələm düz 14-ü 150 min abunə olmuşdu və ona özəl bir dənə etiraflarınızı oxuyan videosu çəkmişdim və ən az izlənən etiraflarınızı oxuyan videosu olmuşdu. Yəni niyə elə oldu tuta bilmədim. Çünki etiraflarınızı oxuyan normalda çox gözəl bir seriyadır, çox sevilən bir seriyaydı, amma son zamanlarda isə etiraflar seriyasına o qədər də sevgi vermirsiniz. Mən də bəlkə də bitərəcəm çünki artıq son videoya demişəm ki 5000 like gəlməsə etiraflar seriyasının son bölümü olacaq. Yəni 150 min abunə olduqdan sonra gəldik artıq oktyabr ayına. Bəli, kanalın ölüş ayı deyə bilərəm oktyabr ayına. Çünki oktyabr ayında başıma heç də yaxşı şeylər gəlmədi də, başa düşürsüz. Yəni deməmişəm oktyabr ayında nələr olduğunu. Oktyabr ayının 4-ündən sonra 14 gün, 13 gün səhv eləmirəmsə video atmadım. Bəzi səbəblərdən ötürü, deyə bilmirəm o səbəbləri təəssüf. Artıq kanal ondan sonra əvvəlki kimi heç vaxt olmadı. Önərilmələrim düşdü, yəni izlənmələrim düşdü. Ondan sonra yəni kanal fikir verirsiniz, yəni abunə çox az gəlməyə başladı. Fikir, mən sentyabrın 14-ü 150 min abunə olmuşam. İndi 180 min abunə belə deyiləm də. Yəni normalda aya 30 min abunə alan adamam. İndi 3 ay keçib ancaq hələ də 30 min abunə almış deyiləm. Yəni hələ də 180 min abunə belə deyil işte yəni. O vaxtlar da keçəndən sonra ən pis izlənmə aldığım, bəlkə də oktyabrda aldığım izlənmə var. Yəni martda aldığım izlənməyə eşidərdi, bəlkə də ondan daha az idi. Gəldik noyabr ayına. Noyabr ayında biraz yüngülvari özümüzü dilsətməyə, özümüzə gəlməyə başladıq. Yəni daha çox video atmağa başlayırdım çünki başa düşürsüz. Amma daha çox dediyim yəni həftədə neçə atırdım? 4 dənə deyəsən həftədə video atırdım. Normalda 5 dənə falan atırdım. Yəni prosta onu saldım 4-ə də başa düşürsüz. Çünki uzun video izlənmələrində yəni gözlə gördüyüm şəkildə düşüş var idi. Çünki o həmin hadisədən sonra nəsə oldu bilmirəm. YouTube məni artıq 3 gündən sonra önərməyə başladı. Videonu atıram, sadəcə abunələrim görür də başa düşürsüz. Prosta 3 gündən sonra başlayır videonu önərməyə. Amma önərmə də əvvəlki qədər ilk günkü qədər qəşəng önərmələr yoxdur. Buna görə də yəni izlənmələr heç də yaxşı deyil yəni. Normalda mən çox pis izlənir dediyim videom belə 30 min falan izlənir. İndi isə videolar 20 min, 30 mini gücdən görür də. Yəni yaxşı bir mənzərə deyil. İnşallah nə vaxtsa düzələr yəni. Mən YouTube buraxmamışam təbii ki. Yəni bu buraxılası bir vəziyyət deyil. Hələ də pis deyilik yəni. Vəziyyətimiz hələ də yaxşıdır. Amma ki adamın pis təsiri yerdə başa düşsən yəni o boyda kanalın ola, o cür izlənəsən hə. Yəni hər attığım video normal çox qəşəng izlənirdi də yəni. Amma indi görsən ki elə deyil də. Yəni çox qəşəng video çəkirsən ancaq 3 gündən sonra izlənir. İzlənsə də 3 gündən sonra izlənir yəni. Dekabr ayı. Artıq 2025-ci ilin son ayı idi dostum. 2025-ci ilin son ayı idi və burada dekabr ayında həqiqətən də qəşəng videolar çəkildi. Bir-birimizə hədiyyələr aradıq videosu, bakkuş yemək videosu, çox qəşəng videolarda bu yemək kapışması videosu ümumiyyətlə cəmaatın da sözü var. O bir iki nəfər sözü var. Azərbaycana gətirib məsələn, elə bir qarpız gətirirlər Azərbaycana. Mən də onların sözünü istifadə edirəm. Azərbaycana gətirmək söhbəti. Oha diyorum kontentləri yavaş-yavaş Azərbaycana gətirməyə başlamışdım. Yemək kapışması sevildi bu arada. Yemək kapışması sevildiyinə görə bakkuş yemək kapışması da bir dənə çəkdim. Hətta bunu dünən atmışam. Hə, dünən atmışam ki, bakkuş yemək kapışması. Rəşid gəldi bu ay. Bu ayın neçəsi gəldi? 26 falan gəldi və Rəşid gəlmişkən dedim ki, bir iki dənə video partlatmamış onu buraxmayacağam da. Yəni başa düşürsən yəni. Hər birimizə hədiyyə aldıq videosu çox maraqlı bir videodur. Həqiqətən yəni həyatımda yaşadığım bəlkə də ən maraqlı videolardan biri ola bilər də başa. Çox maraqlı videodur. İzləmədinizsə izləməyiz. Yəni şiddətlə tövsiyə edirəm o videonu. Bakkuş yemək videosu da bayağı bir maraqlı bir video idi. Kimin qazandığı da maraqlıdırsa sizə əgər gedib yenə də o videoya baxa bilərsiniz. Mənim indi bu dəqiqə bu videonu çəkəndə bu dəqiqə dekabr ayının 31-i 16:32-dir. Yəni bunu editləyib varsa neçə 5-ə çatdıram varam. 6-ya ancaq çatdıram deyəsən bu videonu. Bəli, cəmaət indi orada yemək yeyir, zad eləyir. Mən gecə indi özümə stories düzəldəcəm. Və indi baxıram abunəmə neçədir? 177 min
1457. Keçən il bu vaxtı mənim 750 nə qədər abunəm vardı. Fikir, ortalama 1 ilə 177.000 abunə. Çox qəşəngdir. Həqiqətən çox qəşəngdir. Yəni mükəmməl bir rəqəmlərdir də abi. Bu nədir belə? Yəni necə mümkün olur? Nətər olur? Necə bacardıq? Necə elədik? Amma elədik. Yəni biz elədik. Buraxmadıq və elədik. Həqiqətən də bacardıq. Abi çünki necə olur bilmirəm hə. Amma ki mən keçən il bu vaxt belə olsa içimdə bir qığılcım var idi ki, deyirdim ki, nə vaxt olacaq, nə vaxt tutacaq, alınacaq bu video. Mümkün deyil qardaş. Yəni bu qədər əziyyət çəkib, bu qədər bu işi sevib də bu işdə nəsə alınmaması mümkün deyildi və oldu. Həqiqətən də o içimdəki uşaq həqiqətən də məni yanıltmadı. Həqiqətən də çox həqiqətən deyirəm. Bilirəm. O Homelander bir də səhnəsi var. Hər nəsə, yeni ilinizi təbrik edirəm. Yəni yenə buradayıq. Keçən videoda dediyim kimi mən buradayam. Arxa fon dəyişər, bəlkə də köynək dəyişər, ancaq köynək dəyişməyib. Sırf keçən il bu köynəklə çəkmişdim deyə videonu. Bu gün də bu köynəyi geyindim. Dostum, məndən qurtulmağınız o qədər də asan deyil. Həqiqətən deyirəm. Yəni hətta bundan sonra məndən qurtulmağınız heç asan deyil. İşte Gəzək videoda görüşmək üzrə. Ümid edirəm sevdiyiniz bir video, sevdiyiniz bir il olmuşdur. Gəzək videoda görüşmək üzrə, gələcək il görüşmək üzrə.